Azərbaycanda istehsal olunan məhsulların tanıdılması, yerli şirkətlərin fəaliyyətinin geniş auditoriyaya təqdim edilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması məqsədi ilə yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək. 7-ci dəfə keçirilən sərgi 17-20 iyun tarixlərini əhatə edəcək. Qida səkintiyə, kənd təsərrüfatından texnologiyaya qədər müxtəlif istiqamətləri əhatə edən sərgidə bir sıra yerli şirkətlərin iştirakı gözlənilir. 300-dən çox şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Sərginin keçirilməsində əsas məqsəd yerli şirkətlərin yeni bazarlara çıxışını dəstəkləmək, onların məhsul və xidmətlərini geniş auditoriyaya çatdırmaq və əməkdaşlıq imkanlarını genişləndirmək. Sərgimizdə qida sənayesi, informasiya kommunikasiya texnologiyaları, inşaat, tikinti, mebel, tekstil, kənd təsərrüfatı, logistika və digər istiqamətlərdə fəaliyyət göstərən şirkətlər iştirak edir. 4 gün davam edəcək sərgi çərçivəsində həmçinin iştirakçılar üçün xüsusi ayrılmış B2B zonada iri şirkətlərin satın alma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı sərgidə B2C zonada fəaliyyət göstərəcək. B2C zonada dövlət qurumları ilə sahibkarlar arasında görüşlər keçiriləcək. Bu görüşlərin nəticəsində sahibkarlar dövlət qurumlarından iştirak edən rəhbər şəxslərə öz suallarını ünvanlaya biləcəklər. Həmçinin müvafiq dövlət qurumlarının dəstək mexanizmləri haqqında məlumat ala biləcəklər. 25 min dəvətnamə çap olunub, plazalara, şirkətlərə, müəssisələrə paylanılıb. Yerli şirkətlərin tanıtım sərgisi 17-20 iyun tarixlərində Bakı Expo mərkəzində Kobiya və Marsol qrupun birgə təşkilatçılığı ilə baş tutacaq. Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir. Həmçinin ziyarətçilər üçün Koroğlu metro stansiyası, Heydər Əliyev prospekti və Alov parkının çıxışından pulsuz avtobus xidməti təşkil ediləcək. Avtobusların üzərində sərginin adı qeyd olunacaq. Ağcəl Əskərli, Şəhriyar Əhmədli, ATV Xəbər.